İndi isə ikinci test tapşırığına tanış olaq uşaqlar. Bizə yenə rütubət məsələsinə aid olan bir nümunə təqdim olunub. Temperatur 20 dərəcə Selsidir. 1 kubmetr havada olan nisbi rütubəti 52%-dən 22%-ə qədər azaldılır. Və deyir ki, bu zaman mütləq rütubətin nə qədər azaldığını hesablamalıyıq və nəzərə almalıyıq ki, 20 dərəcə temperaturda 17 qram su buxarı tələb olunur. Yəni bu mənim 100% həcmində olan su buxarımdır. Bu məsələdə biz iki yolla həll edə bilərik uşaqlar. Əvvəlcə biz 17 qramın 52%-ni, daha sonra 22%-ni tapıb çıxa bilərik, amma mən sizə daha rahat üsul deyəcəm. Biz əvvəlcə faizin fərqini tapmalıyıq. 52%-dən çıxacam 22% göstəricini, faiz nisbətini. Bu mənə verir 30%. Deməli, su buxarı 30% buxar itirib. Və biz 17 qramın da, bunu həmişə biz 100%-ə bərabər götürürük, bunu unutmayın. 30%-ni tapsaq, x burada bərabər olacaq 5,1 qrama. Deməli, mənim su buxarım hava 5,1 qram su buxarını itirmişdir. Və cavab olaraq bizim A variantı məsələmizin cavabıdır.